Valideynlər qrupunda olan hər kəsin nəzərinə müəllimlər günü gəlir, səssiz qalmaq lazım deyil. 5 manatdan pul yığırıq müəllimələrimizə hədiyyə almaqdan ötürü. Bir də burada fond pulu var, xlor pulu var, usta pulu var, mel pulu var. Bunların hamısı verilməlidir. 6 dənə parta qırılıb sinifdə. Bir də sinif rəhbərimiz təzə ev alıbdı. Həyat yoldaşı ilə ona pastel pulu alınmalıdır təzə. Pastelolar təzə pasteldə yatsınlar. Ay valideynlər, bir də sinif rəhbərimiz deyir ki, hər valideyn uşağına bir dənə dipçək versin, gül versin, pəncərənin ağzına qoymağa bacı. Az sizin bir yəyiniz yoxdur, boğazınıza bir çatı sala. Az mənim ərimdən yatdığım pastelin ortasında tunel boyda deşik var, qapqara kösəyi bağlayıb, 50 yerindən tikiş vurmuşam. Mənim işim gücüm yoxdur, indi kimsə qızıxıb pasteldə yatacaq deyə ona pastel pulu yığacam. Sizin başınız xarab olub, indi sizə bu günlərim mən atamın görə haqqı şikayət eləməsəm, sizin bu danışıqlarınızın hamısını TikToka yaymasam, məndən bekar adam yoxdur. Sizi Bakıya